Salam, hər vaxtınız xeyir olsun, hörmətli valideynlər və şagirdlər. Bu video maddi cəhətdən imkanı təhsil haqqını ödəyə bilməyən şagirdlər, valideynlər üçündür ki, bu videonu sona kimi dinləsinlər. Bu videodan həm bakalavr tələbələri, həm magistratura tələbələri, həm kollec tələbələri, həm də peşə tələbələri yararlana bilərlər. Bunların hər birinə aiddir. Belə ki, bu video ümumiyyətlə maddi cəhətdən imkanı çox zəif olan uşaqların çox ehtiyacı olan bir videodur. Bu videonu çoxdandır mən yayımlamaq istəyirdim, amma sonradan qərara gəldim ki, qəbul cavabları çıxsın. Ondan sonra artıq valideyn, şagird bilsin ki, övladı nəyə düşür, hara düşür, pullu düşür, pulsuz düşür. Ondan sonra mən də bu videonu yayımlayacağım. Bu videoda bizim mövzumuz təhsil tələbə krediti fondu haqqında məlumat olacaq. Bu fond haqqında ətraflı sizə məlumat verəcəm. Yəni, necə müraciət, hansı qaydalar var, hansı güzəştlər var, necə möhlət verilir, biz necə ödəyəcəyik, bizə hansı imkanlar veriləcək və s. Hər birini bu videoda sizin diqqətinizə çatdıracağım. Zəhmət olmasa, ilk öncə deyim ki, kanalımıza abunə olmağı unutmayın və bu videonu bəyənməyi, paylaşmağı unutmayın ki, sizin kimi ehtiyacı olan tələbələrin, şagirdlərin qarşısına maksimum güclə çıxsın. İlk öncə təhsil tələbə krediti fondu haqqında yaradılması barədə qısa bir məlumat versəm, Cənab Prezidentimizin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli fərmanı ilə fərman verilmişdir ki, təhsil tələbə krediti fondu yaradılsın və nəticə etibarı ilə 2021-ci ilin noyabr ayının sonlarına doğru artıq fond tam olaraq təsis olunmuşdur. Kreditə müraciət üçün elektron sistem açıq elan edilmiş və müraciətlər qəbul edilməyə başlanılmışdır 2021-ci ilin artıq noyabr ayından etibarən. Təhsil tələbə krediti haqqında ətraflı şəkildə qeyd edeyim ki, bura həm istər bakalavr tələbələri olsun, istər magistratura tələbələri olsun, istər kollec tələbələri olsun, istərsə də ki, peşə məktəbinə qəbul olan tələbələr olsun, hər biri təhsil tələbə kreditinə müraciət edə bilər. Təhsil tələbə kreditində iki kateqoriya var. Sosial təhsil tələbə krediti, standart təhsil tələbə krediti. Kim hansı xüsusiyyətə aiddirsə, ona müraciət edə bilər. Bəs standart nədir, sosial nədir? Ətraflı şəkildə baxaq izahına. Deməli, standart təhsil tələbə krediti kimlər əldə edə bilər, kimlər bura müraciət edə bilər və kimlər üçündür? Standart təhsil tələbə kreditinə ilk öncə 250 balı keçmiş bütün tələbələr müraciət edə bilər. 250 bal limitin keçmiş universitetdən söhbət gedir. Hər bir ali təhsil müəssisəsinə, yəni bu limit eynidir. Yəni bu kreditə müraciətdir. Yəni məsələn, deyək ki, Bakı Avrasiya Universitetində bu limitdir, Bakı Biznes Universitetində, Bakı Dövlət Universitetində bu limitdir. Yox. Bu kredit fondu daxilində qəbul edilmiş 250 bal limitidir ki, yəni bütün tələbələr buraya müraciət edə bilər. 250 balı keçmiş. Bu aiddir bakalavr səviyyəsi üzrə, yəni universitetdə təhsil alan tələbələrə birinci kursun birinci semestr üçün müraciət üçün. Magistratura səviyyəsi üçün 50 balı keçmək lazımdır. Daha sonra xüsusi qabiliyyət tələb edən hansı ki 5-ci qrup ixtisaslar üçün 100 balı keçmək lazımdır. Subbakalavr dərəcəsi üçün 110 bal limitin keçmək lazımdır və s. Bu limitləri ödəmiş hər bir tələbə standart təhsil tələbə kreditinə müraciət edə bilər. Standart təhsil tələbə kreditində qeyd edeyim ki, 6% ilə verilir. Yəni təhsil haqqınızdan əlavə sizə 6% verilir ki, hansı ki siz bitirdikdən sonra möhlət hüququndan yararlandıqdan sonra dövlətə 6% ilə geri dönüş edə biləcəksiniz, yəni geri qaytaracaqsınız. Amma bu 6%-i bir qədər aşağı da endirə bilərsiniz və ya ümumiyyətlə ləğv də edə bilərsiniz. Bunlar necə həyata keçiriləcək, hər birini sizə izah edəcəm. Standart təhsil tələbə kreditinə müraciət etmək üçün qeyd etdiyim, məsələn, bir tələbə qoyaq. Deyək ki, Arif standart təhsil tələbə kreditinə müraciət eləmək istəyir. Balı 350 baldır, 3-cü qrupdur. Deyək ki, qəbul olub Bakı Avrasiya Universitetinə filologiya ixtisasına, məsələn, deyək. Qəbul olub, 350 balı var. O müraciət edir standart təhsil tələbə kreditinə. Avtomatik biz bilirik ki, 250 balı keçibsə, deməli müraciət edə bilər. Biz müraciətin etdik. Bəs Arifi
sonra hansı prosedur gözləyir? Arif mütləq şəkildə təhsil tələbə kreditində 20%-in birinci kursun birinci semestr üçün müraciət etdiyinə görə illik hansı ki təhsil haqqının 20%-ni ödəməlidir. Yəni özü ödəməlidir bunu. Necə? Məsələn, sizə izah edim. Deyək ki, Arifin qəbul olduğu ixtisasın illik təhsil haqqısı 1800 manatdır. 1800 manatın da 20%-ni tapmaq üçün 1800-ü bölürük 100-ə. 1800 burada şərti xarakter daşıyır. Yəni, burada sizin təhsil haqqınız 3000 də ola bilər, 3500 də ola bilər, 2000 də ola bilər. Yəni, buna uyğun hesaplayarsınız. 1800-ü bölürük 100-ə, vururuq 20-yə. Neçə etdi? 360. Deməli, Arif illik təhsil haqqının 20%-ni, yəni 360 manatını özü ödəməlidir. Geri qalanını isə dövlət ödəyəcək. Bəs mən bu 360 manatı deyək ki, sentyabr ayında ödədim, geri qalanını dövlət ödədi. Bəs hər ilmi mən bu 20%-i ödəməliyəm, bu 360 manatı hər ilmi mən ödəməliyəm? Xeyr, təbii ki. Yalnız bu ödəniş birinci kursun birinci semestrinə aiddir. Geri qalan ikinci semestr üçün, daha sonra ikinci kursun birinci semestr üçün müraciət eləyəndə, ikinci kursun ikinci semestri, üçüncü kursun birinci semestri müraciət eləyəndə siz hər hansı bir ilkin ödəniş ödəmirsiniz. Yalnız bu ilk dəfə müraciət edən tələbələr üçündür ki, hansı ki illik təhsil haqqının 20%-ni ödəməlidir. Bu da aiddir standart təhsil tələbə kreditinə müraciət edən tələbələrə. Sosialda belə bir şey yoxdur. Bu aiddir standart təhsil tələbə kreditinə. Beləliklə, Arif 250 bal limitin keçdi, standart təhsil tələbə kreditinə müraciət elədi, təhsil haqqının 20%-ni ödədi və geri qalanında artıq dövlət həll elədi. İndi baxaq, yəni təhsil tələbə krediti fondu. İndi isə baxaq sosial təhsil tələbə kreditinə. Bəs bu sosial təhsil tələbə kreditindən kimlər yararlana bilər? İlk öncə qeyd edeyim ki, bayaq biz standartda saydıq ki, 5-ci qrup üzrə 100 bal limiti, daha sonra universitet üçün 250 bal limiti, subbakalavr dərəcəsi üçün 110 bal limiti, magistr səviyyəsi üçün 50 bal limiti və s. Bəs sosialda bu bal limitləri varmı? Təbii ki, xeyr. Sosialda hər hansı bir bal limiti yoxdur. Yəni, qəbul olan balından asılı olmayaraq, qəbul olduğu müəssisədən, ixtisasından asılı olmayaraq sosial təhsil tələbə kreditinə hər kəs müraciət edə bilər. Amma oradakı kateqoriyalara uyğun olmaq şərti ilə. Baxaq görək hansı kateqoriyalar var. Sosial təhsil tələbə kreditinə kimlər müraciət edə bilər? Ünvanlı dövlət sosial yardım alan ailənin üzvləri. Hansı ki, o ailə ünvanlı dövlət sosial yardım alır, həmin tələbə sosial təhsil tələbə kreditinə müraciət edə bilər. Və deyək ki, Arif 200 bal toplayıb, qəbul olub, məsələn deyirəm, Bakı Avrasiya Universitetində, məsələn, regionşünaslıq ixtisasını atıram. Qəbul olub 200 balla düşüb bura və ailəsi də alır bunun ünvanlı dövlət sosial yardımı. Avtomatik 250 balı keçməyib, düzdür? Yenə də Arif ünvanlı dövlət sosial yardım aldığına görə sosial təhsil tələbə kreditinə müraciət edə bilər. Hər hansı bir də 20% ödəmir. Yəni, burada 20% söhbəti yoxdur. Yalnız o standarta aiddir. Daha sonra kimlər müraciət edə bilər? Orqanizm funksiyalarının 31-60% pozulmasına görə əlilliyi olan 3-cü qrup şəxslər. Daha sonra hər iki valideyni aşağıdakı kateqoriyalardan birinə aid olarsa, bu zaman bu şəxslər müraciət edə bilər və ya tək valideyn olduqda da bu şamil olunur. Hər iki valideynin hansı statusları olarsa, tələbə sosial təhsil tələbə kreditinə müraciət edə bilər. Qeyd edeyim ki, bu bir valideyni olan tələbələrə də aiddir. Orqanizm funksiyasının 61-100% pozulmasına görə əlilliyi olan 1 və 2-ci qrup şəxslərin övladları. Daha sonra işsiz kimi qeydiyyatda olanlar, yəni deyək ki, məsələn, ata da işsizdir, rəsmi iş yeri yoxdur, ana da işsizdir, evdar qadındır, iş yeri yoxdur. Həmin tələbə mütləq şəkildə valideynlər gedir dost xidmətinə, məşğulluq idarəsinə yaxınlaşır, öz imtiyazlarını əldə edirlər ki, bizi işsiz kimi, yəni sistemə vurulsun ki, biz həqiqətən işsizik və o zaman həmin tələbə sosial təhsil tələbə kreditinə müraciət edə bilər. Yox, əgər ana məsələn işləyirsə, rəsmi iş yeri varsa, ata işsizdirsə, bu artıq sosial təhsil tələbə krediti verilməyəcək sizə, çünki hər iki valideyn işsiz olarsa.
Daha sonra yaşa görə əmək pensiya alarlarsa, daha sonra yaşa görə sosial müavinət alanlar, hansı ki, yaşa görə pensiya, yaşa görə sosial müavinət alanlar sosial təhsil tələbə kreditinə müraciət edə bilər. Daha sonra hansı tələbələr müraciət edə bilər başqa? Ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr müraciət edə bilər. Bir də bu tələbə müraciət edə bilər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək müharibə veteranına adını almış şəxslər. Bax, şəxsin özü daha, tələbə əgər müharibə veteranı adını alıbsa, o zaman o sosial təhsil tələbə kreditinə müraciət edə bilər. Bəzən tələbələr elə bilir ki, atam müharibə veteranıdır, mən müraciət edə bilərəm. Yox, şəxsin özü müharibə veteranı olarsa, o zaman o sosial təhsil tələbə kreditindən yararlana bilər. Hər iki valideyn statuslarını saydım. Əgər hər iki valideyn o statuslara sahib olarsa, bir daha təkrarlayıram. Orqanizm funksiyalarının 61-100% pozulmasına görə əlilliyi olan 1 və 2-ci qrup şəxslər, daha sonra işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alanlar. Hər iki valideyn və ya tək valideyn bu statuslara malikdirsə, o zaman övladı sosial təhsil tələbə kreditindən yararlana bilər. Sosial təhsil tələbə krediti verilir 2%-nə, standart təhsil tələbə krediti isə verilir 6%-nə. Bəs bu faizləri biz azalda, ləğv edə bilərikmi? Bəli, mümkündür. Standart təhsil tələbə kreditinə Arif müraciət elədi, qəbul aldı və oxudu. Arifin əgər ortalaması ümumortaq göstərici, indi inşallah siz universitetə qəbul olub gedib imtahanları verəndə ümumortaq göstərici məsələsini başa düşəcəksiniz. Əgər sizin ortalamanız A qiymətlərlə olarsa, yəni 91 bal üzəri nəticə göstərsəniz, 91 bal və üzəri nəticə göstərsəniz, o zaman sizə təhsil tələbə krediti fondu faizsiz o krediti verəcək. Yəni, deyək ki, standart təhsil tələbə krediti 6% ilə verilirsə, siz gələcəkdə dövlətə o 6%-i qaytarmayacaqsınız. Yalnız nə ödənilibsə onu qaytaracaqsınız. Yalnız və yalnız qiymətləriniz A olmaq şərti ilə. Bu aiddir standart təhsil tələbə kreditinə müraciət edən tələbələrə. Bir də var ki, təhsil dövründə bütün tədris semestrlərində sizin ortalamanız 91 bal və yuxarı olan tələbələr kreditin 25% hansı ki hissəsinin ödənişindən azad olur. Baxın, iki kateqoriyaya aid oldunuz. Bir, əgər sizin qiymətləriniz A olarsa, o zaman siz faizsiz oxuyacaqsınız. İkinci isə, əgər hər semestr sizin qiymətləriniz yaxşı qiymətlərlə, A qiymətlərlə olarsa, 91 bal və üzəri semestr nəticələriniz olarsa, o zaman dövlət sizə 25% ödənişdən azad edir. Bu da sizin üçün gözəl bir imkan. İndi baxaq, sosial təhsil tələbə krediti görək bizə hansı imkanlar verir. Əgər tələbənin ümumortaq göstəricisi 71 bal və üzəri olarsa, o zaman o hansı ki biz dedik standart 6% ilə verilir, sosial 2% ilə verilir. Əgər 71 bal və üzəri olsa, o zaman siz 2% hesablanmır sizdə, yəni sizdə faiz söhbəti olmur. 2%, məsələn deyək ki, verilirdi, təhsil haqqından əlavə sizə 2% üzərinə gəlirdi pulunuzun. O 2% hesablanmayacaq, bitdi. Əgər ortalamanız 71 və üzəri olarsa. Yox, əgər siz çox yaxşı qiymətlərlə oxusanız, sizin qiymətləriniz A qiymətləri olarsa, 91 bal və üzəri olarsa, bütün tədris semestrlərində o zaman dövlət sizə təhsil haqqınızın 50%-ni bağışlayır. Yəni, gələcəkdə siz 50%-ni sadəcə dövlət ödəyəcəksiniz. Görün, necə də gözəl bir imkandır. Çox möhtəşəm bir imkandır. Möhtəşəmdir. Bu aiddir sosial təhsil tələbə kreditinə, standartı isə az öncə izah etdim. İndi baxaq möhlət məsələsinə. Möhlət verilən hallar hansılardır? Yəni, məsələn deyək, Arif təhsil tələbə kreditinə müraciət elədi. İndi deyəcəksiniz, müəllim hər dəfə Arif işlədir. Yəni, Arif orada şərt addı. Olsun, Ruslan. Ruslan müraciət elədi təhsil tələbə kreditinə, 4 il oxudu. 4 il oxuyandan sonra getdi hərbi xidmətə. 1 il oldu mu hərbi xidmət? 1 ildə ona əgər təhsil dərəcəsini artırmadısa, yalnız ali təhsilindən yekunlaşdırdısa işini, o zaman ona əlavə 2 il möhlət verilir. Hansı 2 il möhlət? 1 il hərbi xidmətə görə, 1 ildə deyək ki, iş tapma, hər hansı bir işə yiyələnmə məsələsinə görə ümumilikdə 2 il. Möhlət hüququ
Belədir ki, 2 ildən 4 ilə dəyişir. Əgər hansı ki burada təhsil dərəcəsində artırma və s. olarsa, o zaman artıq möhlət hüququ dəyişə bilər. Mən indi misal olaraq dedim, Ruslan qəbul oldu, magistr oxumadı, getdi 1 il əsgərliyə, 1 ildə iş tapmağa görə ümumilikdə 6 il ona möhlət verildi. İndi bu sual meydana çıxır. Mənim imkanım var, amma bütöv ödəyə bilmirəm, yarısını ödəyə bilirəm. Olarmı ki, yarısını mən ödəyim, yarısını dövlət ödəsin, yəni təhsil tələbə krediti fondu ödəsin. Bu olarmı? Bəli, olar. Deyək ki, sentyabr ayında illik təhsil haqqının Ruslan 1800-dür. 900 manatın təhsil tələbə krediti fondu ödədi. 900 manatını isə mən özüm ödəmək istəyirəm. Bəs bunu nə vaxt? Bu da təqribən dəyişir. Yəni qəbul olduğunuz müəssisənin qərarlarından asılı olaraq dəyişir. Hər bir müəssisənin öz daxili qaydaları var. Məsələn, deyək ki, bir çox universitet 2-ci semestr imtahanlarına daxil olmamış, 2-ci semestr, yəni bütöv təhsil haqqını tələb edir. Deyək ki, Ruslan 900-ün ödəmişdi, 900 manat təhsil haqqısını ödəmişdi, yerdə qalmışdı 900 manatı. 900 manatın da imkanı olur, may ayında özü ödəyir. Yəni kreditə müraciət eləmir. Yəni belə bir şey də mümkündür. Bəs mən 1-ci kursda yox, 2-ci, 3-cü, 4-cü kursda təhsil tələbə kreditinə müraciət eləyə bilərəmmi? Bəli, eləyə bilərsiniz. Bunu da qeyd edeyim. Standart təhsil tələbə kreditinə biz müraciət etdik. Bu aiddir yalnız standart təhsil tələbə kreditinə. Bəs mənə hər ilmi təhsil tələbə krediti fondu müraciətimə müsbət cavab verəcək, mənə kredit verəcək hər dəfə müraciət eləyəndə? Yox, təbii ki. Əgər sizin ortalamanız 71 bal və yəni 71 baldan aşağı olarsa, o zaman standart təhsil tələbə krediti sizə verilməyəcək. Onların ideyası budur ki, bizdə oxumayan tələbəyə pul yoxdur. Yəni mütləq şəkildə bu sosiala aid deyil. Sosialda sadəcə imtahandan keçmək kifayət eləyir. Amma standart təhsil tələbə kreditində mütləq şəkildə sizin qiymətləriniz məktəb dilindən desəm 4 qiymətlərlə olmalıdır ki, 71 bal üzəri olmalıdır ki, siz mütləq şəkildə standart təhsil tələbə kreditinə müraciət eləyə biləsiniz. Yəni ümumi ortaq göstərici budur ki, ədədi orta fikirləşin də sanki. Məsələn, deyək ki, riyaziyyatdır, Azərbaycan dilidir, tarixdir. Birindən yığdığınız imtahandan 70 bal, birindən 65, birindən yığdığınız məsələn 54 bal və s. Bunlar toplanır, ədədi ortaq göstərici kredit sayına filan bölünür. İndi o universitetin daxili qaydalarından asılı olaraq dəyişir və s. Bu cür sizin ümumi ortaq göstəriciniz çıxarılır. Qeyd etdiyim məsələ bundan ibarətdir ki, əgər sizin ortaq göstəriciniz 71 baldan aşağı olarsa, sizə standart təhsil tələbə krediti verilməyəcək. Və ya mən getdim universitetdən kəsirim oldu, bəs mənə kredit verəcəklərmi? Kəsiri olan belədir ki, bu məsələ var ki, məsələn deyək ki, Ruslan müraciət eləmişdi, standart təhsil tələbə, deyək sosiala müraciət eləyib. Sosial təhsil tələbə kreditinə Ruslan müraciət eləyib, amma getdi 5-ci imtahanda, yanvar semestrin imtahanında kəsildi. Bir dənə imtahandan kəsir oldu. Bəs Ruslan 2-ci semestr üçün təkrar müraciət eləyə biləcəkmi? Təhsil tələbə krediti ona kredit verəcəkmi? Təbii ki, xeyr. Ruslan əgər gedib o imtahanı yenidən versə, hansı ki biz ona 25% deyirik, inşallah gedin özünüz görəcəksiniz orada. 25% imtahanına, yəni yenidən imtahana cəhd, yenidən yoxlayır, görüm keçə bilərəm, yoxsa yox. O imtahana əlavə pul ödəyir, gedir yenidən imtahandan iştirak edir. Əgər o kəsiri bağlaya bilsə o imtahanda, o zaman müraciət eləyə bilər. Yox, Ruslan oradan da kəsilib alt qrupa qalsa, yəni növbəti ilə qalsa bir də təkrar, artıq o təhsil tələbə kreditinə müraciət eləyə bilməyəcək. Yəni bəzən tələbələr fikirləşir ki, ay mənim 6 fəndən imtahan verdim, birindən kəsirim oldu, mənə kredit fondu kreditimə baxmayacaq, mənə kredit verməyəcək. Yox, verəcək. Amma bir şərtlə ki, siz o kəsiri gedib bərpa eləyəsiniz. Yəni həmən semestrin sonunda onu bərpa eləyəsiniz. Əksi təqdirdə kredit verilməyəcək. Bu da belə, elə bilirəm ki, başqa bir hər hansı bir sual qalmadı. Qeyd edeyim ki, təhsil tələbə krediti fonduna müraciət portal qeydiyyat daxilində olur. Əgər kimlər ki, təhsil tələbə krediti fonduna müraciət etmək istəyirsə, birbaşa mənimlə əlaqə saxlaya bilər. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, bu video hər biriniz üçün faydalı, dəyərli oldu. Zəhmət olmasa kanalımıza abunə olmayanlar da abunə olar.
Bu videonu da maksimum şəkildə bəyənin, paylaşın ki, ehtiyacı olan şagirdlərin qarşısına çıxsın. Hər birinizə uğurlar arzulayırıq.